Qardaş soruşur ki, xavariciləri necə tanımaq olar? Qardaşlarım, ilk öncə bilmək lazımdır ki, Muhammed sallallahu aleyhi və səlləm bu ümmətin 73 firqəyə bölünüb ayrılacağı barədə xəbər vermişdir. Bu ümmət 73 firqəyə bölünəcəkdir. Onlardan bir dənəsi haqq üzərində olan, sağlam, mənhəc üzərində olanlar yalnız cənnətə girəcək, 72 firqənin hər biri də cəhənnəmə girəcəkdir. Bu nicat tapan firqə də Muhammed sallallahu aleyhi və səlləm və həmçinin onun sahabələri nəyin üzərində olmuşsa, sabit, sağlam əqidə və mənhəc, kitab və sünnə üzərində, nəyin üzərində olmuşlarsa, kitab və sünnəni necə başa düşmüşlərsə, onların başa düşdüyü kimi başa düşənlər nicat tapanlardan olacaqlar. Qardaşlarım, bu firqələrdən biri də azğın firqələr, hansı ki, Muhammed sallallahu aleyhi və səlləm çoxlu firqələrin olacağı barədə xəbər vermiş, lakin onlardan yalnız bir neçəsini ad olaraq xəbər vermiş, onların nə qədər şərli olacaqları barədə ümmətə xəbər vermiş, onlar barədə geniş məlumat vermişdir. O firqələrdən, azğın firqələrdən xəbər verdiyi və ümməti çəkindirdiyi, onlardan olmasını istəmədiyi, hətta onlara qarşı vuruşmağını istədiyi, ümmətin onlara qarşı çıxmasını istədiyi xavaricilərdir. Bu azğın firqənin, qardaşlarım, hər bir zaman üçün və hər bir vaxt üçün müxtəlif halları və vəziyyətləri olur. Onların məsəl üçün ilk öncə əvvəl vaxtlarında başlarının keçəl qırxılması onların sifətlərindən idi. Ola bilər ki, qardaşlarım, bəzi vaxtlarda olan bəzi vəsflər bugün üçün olmasın və ya bugün olan əvvəl olanlarda olmasın, lakin onları toplayan bir yerə kitab və sünnənin mənhəcindən kənar çıxılmasıdır. Elm əhlindən, sələfin yolundan uzaq durulmasıdır. Lakin qısa olaraq bir neçə vəsflər və sifətlər var ki, hansı ki, onları qeyd edib saymaq istəyirəm ki, bununla bəzi bidət əhlindən olan xavaricilərin tanınması daha da asan olsun. Birinci, qardaşlarım, hədislərdə gəldiyi kimi son dönəmdə gələcək olan az yaşlı olmaları, yaşlarının cavan olmaları, qardaşlarım. Necə ki, bu Buxar rahimahullahın 3611 rəqəmi ilə rivayət etdiyi hədislərdə də gəlir, onlar cavan yaşlı olacaqlar. Sonra isə, qardaşlarım, ikinci vəsflərindən onlar səfeh ağıllı olacaqlar. Düşüncələri, fikirləri onların səfeh olan birinin düşüncələrinə oxşayacaq. Hətta, qardaşlarım, onlardan bəzilərinin yaşları çox olsa belə bu fikrə, bu düşüncəyə düşdükdən sonra onlarda olan ağıl neyməti onlardan alınır və onlar səfehlər kimi düşünməyə və hərəkət etməyə başlayırlar. Və bütün ağıl sahibləri, kimlər ki onları görmüş, onlarla az da olsa söhbət etmiş, müamilədə olmuş kəslər bilirlər ki, onlar Muhammed sallallahu aleyhi və səlləmin dediyi kimi az yaşlı, səfeh ağıllı və səfeh düşüncəli olacaqlar. Amma qardaşlarım, bəzən danışdıqları zaman ən xeyirlinin sözü ilə danışacaqlar. Sanki kitab və sünnə ilə danışacaqlar. Sanki kitab və sünnədən dəlil gətirəcəklər. Necə ki, qardaşlarım, Muslim rahimahullah 1066 rəqəmi ilə rivayət etdiyi hədisdə Muhammed sallallahu aleyhi ve səlləmin onların vəsfi haqqında deyir. Onlar Quranı oxuyacaqlar və ən xeyirlilərin sözü ilə danışacaqlar. Lakin onlar bilməyəcəklər ki, onların danışdıqları onların leyhinə deyil, onların tam bir şəkildə əleyhinədir. Sonra isə, qardaşlarım, onların vəsflərindən biri də onlar Allahın dinində, Allahın şəriətində elmli olmaqdan acizdirlər. Onlar Allahın dinində fəqih olmaqdan, onu anlamaqdan çox zəif olarlar. Muhammed sallallahu aleyhi ve sellem, qardaşlarım, onlar barəsində xəbər verdiyi zaman deyirdi ki, onlar Quranı oxuyacaqlar, lakin onların boğazından aşağı keçməyəcək. Yəni, onlar onu heç bir zaman anlayıb başa düşməyəcəklər. Həmin ayələrin, hədislərin muradını, istəyini onlar heç bir zaman bilməyəcəklər, qardaşlarım. Çünki, qardaşlarım, onların qəlbinə bu elm girməyəcək, onların ağlına bu elm girməyəcək. Onlar sadəcə hərfləri oxuyacaqlar və bu da onların boğazlarından aşağı düşməyəcək. Onun üçün
bütün əsrlər boyunca baxdığın zaman onların içərisində bir dənə də olsun elm əhli olmayıb. Bir dənə də olsun alim onlardan çıxmayıb. Bir dənə də olsun elmli öndər olmayıb. Çünki qardaşlarım, sonra onların vəsflərindən biri də onlar dünya əhli olacaqlar. Onların bütün bu etdikləri, dedikləri, bütün sanki döyüşləri, mücadilələri dünya üçün olacaqdır. Hətta axirət üçün olduğunu iddia etsələr belə. Necə ki, qardaşlarım, Hasanul Basri rahimahullahın yanına biri gəlir və xavariclər barəsində soruşduğu zaman o deyir ki, onlar dünya əhlidir. O gələn ona etiraz edir, deyir ki, necə onlar dünya əhli ola bilər ki, necə dünya üçün mücadilə və münaqişə edən ola bilər ki, axı döyüş meydanlarında döyüşən yalnız onlardır. O isə onlara cavab verir, deyir ki, onlar hakimlə və müsəlmanlarla nə üçün vuruşdular? Nədən onlara qılınc çəkdilər? Hakim onlara namaz qılmalarını mı qadağan etdi? Həccə getmələrini mi qadağan etdi? Onlara dinlərini öyrənməyi mi qadağan etdi? Onlara dinlərindən bir şeyi mi qadağan etdi? Onlar nə üçün vuruşdular? Və bir-bir soruşduğu zaman ki, sizi haca getməyə mi qoymadı? Namaz qılmağa mı qoymadı? Allahın dinini yaşamağa mı qoymadı? O deyir ki, xeyr. Deyir ki, bəs o zaman onlar sizin dünyanıza qatışdılar. Sizdən dünyadan olanı aldılar. Və sizin etirazınız da babanızın etirazı olan Muhammed sallallahu aleyhi və səlləmə dünya malı üçün ədalətli ol deməsi eyni bərabərində oldu. Necə ki, xavariclərin ata və babası dünya malı üçün Muhammed sallallahu aleyhi və səlləmə ədalətli ol dedi. Eyni şəkildə də bugünkü xavariclər, dünənki xavariclər yalnız dünya üçün və dünya malı üçün vuruşdular. Çünki onlara dinlərini qadağan edən bir kəs olmadı. Sonra isə onların vəsflərindən biri də onlar ibadəti çox edərlər. Lakin qardaşlarım, bu yenə də əvvəldə dediyim kimi bəzən bəzi vaxtlarda olan digər bir vaxtda onların üzərinə tətbiq olunmur və düşmür. Hansı ki günümüzdə olan xavaricliyi ilə məşhur olanlara baxdığımız zaman bunların nə dini var, nə ibadəti. Nə elmi var, nə savadı, nə itaəti var, nə də ibadəti. Bunlar hər bir şeydən, günümüzdəki xavariclər hər bir şeydən kasıb olanlardır. Sonra isə, qardaşlarım, onların vəsflərindən biri də onlar iman əhlini öldürəcəklər. İman əhli ilə vuruşacaqlar. Onların döyüşü, onların münaqişəsi, onların yarışı yalnız iman əhli ilə olacaq. Onları hansısa bir bütpərəstlərlə vuruşduğunu görməyəcəksən. Onlarla münaqişə etdiyini görməyəcəksən, mücadilə etdiyini görməyəcəksən və ya onları dəvət etdiyini belə görməyəcəksən. Onların bütünlükdə gecə və gündüz bütün işləri yalnız elm əhli ilə, iman əhli ilə, tövhid əhli ilə, İslam əhli ilə olacaqdır. Müsəlmanlarla olacaqdır. Necə ki, Muhammed sallallahu aleyhi ve sellem Buxari və Müslimin öz səhihlərində rəvayət etdiyi, Buxarinin 3344, Müslimin 1064 rəqəmi ilə rəvayət etdiyi hədisdə deyir ki, onlar İslam əhlini öldürüb bütpərəstləri tərk edəcəklər. Əgər mən onların vaxtına və onlar çıxdığı zaman əgər olaramsa, onları ad qövmü kimi məhv edər və onlarla vuruşaram. Sonra isə, qardaşlarım, onların vəsflərindən biri də onlar dində lazımsız bir dərəcədə dərinə gedər və bununla da dindən çıxarlar və bununla da Allahın şəriətindən kənar olarlar. Sonra isə, qardaşlarım, onların vəsflərindən biri də onlar öz başçılarına qarşı çıxar, onları kafirlikdə, zəlalətdə və azmaqda ittiham edərlər və onlara qarşı vuruşmağı dindən görərlər və dinlərindən görərlər. Və həmçinin, qardaşlarım, onlar insanların çaşqınlığa düşdüyü bir zamanda çıxarlar. Və həmçinin onlarından, vəsflərindən biri də onlar onların sözünü deməyən, onlar kimi düşünməyən, onların fikrində olmayan heç bir elm əhlinin nə fəzilətini görər, nə də onların hörmətini saxlayarlar. Hətta, qardaşlarım, onları küfürdə və tağuta xidmət etməkdə, kafirlərin xidmətçisi və kafir dininin yaymasını deməkdə ittiham edərlər. Və heç bir zaman onlar elm əhli ilə olmazlar. Vəsflərindən biri də birinci
özləri elmli olmazlar. İkinci, onlar elm əhlinin yanında olmazlar. Bütün ümmətin elminə şahadət etdiyi, şahidlik etdiyi kəslərin fəzilətini və üstün olmalarını heç bir zaman görməzlər, qardaşlarım. Sonra isə, qardaşlarım, onları görərsən ki, kafirlərə aid olan, kafirlərlə vuruşulması ayələrini müsəlmanlara tətbiq edərlər. Kafirlər üçün enən ayələri, kafirlər barəsində gələn hədisləri onlar müsəlmanlara tətbiq edərlər. Bu da, qardaşlarım, onların ağlının Allahın dinində nə qədər kasıb olmasını göstərir. Və həmçinin, qardaşlarım, onların vəsflərindən biri də onların rəyində olmayanlarla vuruşmağı, qanlarının və mallarının halal olmasını görərlər. Və həmçinin, qardaşlarım, onlar zalim və fasıq bir başçıya, hakimə itaəti heç bir zaman görməzlər. Halbuki, qardaşlarım, bütün hədislərdə itaət edilməsini əmr edən və itaət olunması əmri gələn bütün hədislər zalim və ədalətli olmayan hakimə aiddir. Onun üçün, qardaşlarım, Allah Azza və Cəllə kimə nur etməzsə və kimə nur verməzsə, kimi sünnə üzərində etməzsə, onun heç bir zaman nuru olmaz. Qardaşlarım, 73 firqənin 72'si hakimə qarşı çıxmağı görür. Yalnız nicat tapan Muhammed sallallahu aleyhi ve sellemin cənnətə gedəcək olmasını dediyi bir firqə vardır ki, həmin firqə hakimə qarşı çıxılmasını görməz. Hansı bir dəstə və firqəni hakimə qarşı çıxılmasını görmədiyini görsən, bil ki, haqq üzərində olan bir tayfadır. Hansı bir firqəni adından və özünü adlandırmasından, özünə nə ad verməsindən asılı olmayaraq, özünə nə dediyindən asılı olmayaraq hakimə qarşı çıxmasını gördünsə, bil ki, o 72 firqədəndir və nicat tapan bir firqədən deyildir. Və həmçinin, qardaşlarım, onların vəsflərindən biri də onlar öz aralarında da çoxlu ixtilaf edərlər. Çünki, qardaşlarım, nə kitabdan elmləri var, nə sünnədən, nə də sələfin kitab və sünnəni anlayışından. Öz rəyləri və fikirləri, özlərinə xoş gələn şeyləri gördükləri üçün ləbuddur ki, onlar özlərindən hətta olanlarla belə ixtilaf edəcəklər. Sonra özlərinə başqa bir adlar qoyaraq onlardan fərqlənəcəklər və bir-biri ilə də vuruşacaqlar. Kənardan baxanda onları bir görərsən, amma vallahi ki, qəlbləri müxtəlifdir. Sonra isə, qardaşlarım, onlar sanki yaxşılığı əmr edib pislikdən çəkindirən kimi özlərini göstərərlər. Sanki tovhidi əmr edərlər. Sanki kimsə tovhidin üzərində deyil, yer üzərində bütün insanlar hamısı müşrikdir. Tovhidi kimsə bilmir, hətta alimlər belə tovhidi bilmir. Yalnız bilənlər bulardı. Yalnız tovhidi əmr edən bulardı. Yalnız yaxşılığı əmr edən bulardı. Hansı ki, onların dindən zərrə qədər də olsa, anlayışlar və fəhimləri yoxdur. Qardaşlarım, əgər sayası olsaq və davam edəsi olsaq, onların vəsfləri hər zaman və hər vaxt üçün müxtəlifdir. Və qısa olaraq saymaq istədiyim və qardaşlarıma çatdırmaq istədiyim onların tanınması yönündə olan vəsfləri bunlardır. Allah daha gözəl bilir. Rəbbim bizləri kitab və sünnə üzərində sələfin fəhmi və doğru düzgün əqidə və mənhəc üzərində sabit etsin. Azğın firqələrdən, onlardan olmaqdan, onların düşüncəsinə düşməkdən Allah bizi qorusun. Allah daha gözəl bilir.